Salam əziz abituriyentlər. Bu videoda fizik ümumi sınaqlar toplusundan sınaq 10-un izahına baxırıq. Birinci sualdan başlayaq. Şəkildə sürtünmə qüvvəsinin cismə təsir edən dartı qüvvəsinə asılı qrafik verilmişdir. Cismə təsir edən maksimum sükunət sürtünmə qüvvəsini tapın. Sükunət sürtünmə qüvvəsi dartı təsir etmədikdə sıfıra bərabər və dartıdan asılı olaraq artır. Müəyyən qiymətdən sonra maksimal qiymətə çatır, yəni sürüşmə sürtünmə qüvvəsinə çevrilir və dəyişmir. Bu hissədə maksimum qiymət 10 Newton olur. Sual 2. Düz xəttdə hərəkət edən cismin tədil zaman qrafiki verilmişdir. Cismin t anında sürəti v1, 2t anında sürəti v2, 3t anında sürəti v3 olduğuna görə bu sürətləri müqayisə edin. Deməli, fikir versək, müəyyən anda 2A təcillə malikdir. Qrafik üzərində bunu tərtib edək. V sürətinin T'dən asılı. Qəbul edək ki, başlanğıc halda sükunət vəziyyətindən başlayır. Fərq etmir, əslində bu başlanğıc sürəti var və yaxud yoxdur. Əvvəlcə yeyinləşən hərəkət edir. Müəyyən bir T anına qədər. Sürəti olur V1. Və T2T zaman müddətində düz xətli bərabər sürətlə hərəkət edir. Yəni, sürət dəyişmir. 2T. Müəyyən ondan sonra A təcili alır. Yəni, yenə V1 üstə gələk və ya bu hissədə V2-dir bu hissə. Yəni, V1 V2-yə bərabərdir bu hissədə. Müəyyən ondan sonra, yəni V1 bərabərdir V, V2 bərabərdir V sürətindədirsə, A təcili plus AT sürət yenə artır. Ancaq tangensi biraz azdır. Bucaq daha azdır burada. Yəni, artma yeyinliyi daha azdır. 3T. Yəni, burada V1 bərabərdir V2. Artıq V3 hissəsi bu iki sürətdən böyükdür. V1 V2-yə bərabər, V3 böyükdür. B variantı olur. 3. Yuxarıdakı sualda variant səhv olmalıydı arxasında. Kitabın arxasında səhv vermişdik. Mayenin sıxlığı ρ və içərisində olan cisimlərin sıxlığı ρ1 və ρ2 aralarındakı münasibəti tapın. İki cismi mayenin daxilində üzür. Bu deməkdir ki, sıxlığı mayenin sıxlığına bərabərdir. ρ bərabərdir ρ2 deyə bilərik. Bir cismi isə müəyyən hissəsi suyun üzündə qalıb, çox hissəsi batıb, yəni ümumi olaraq tam batmayıb. Yəni, sıxlığı, ρ1-in sıxlığı kiçikdir ρ-dan mayedə. Onda ρ bərabərdir ρ2, bu 2 böyükdür ρ1-dən. ρ1 bunlardan kiçikdir. E variantı olur. Dördüncü sual. Eyni kütləli iki cismin eyni qızdırıcıdan qızdırılır. Buna əsasən onların ərimə temperaturlarını və xüsusi ərimə istəklərini müqayisə edin. Xüsusi ərimə istəkləri lambda bərabər, lambda 1 bərabərdir, Q1 bölək M kütlələri eynidir. Lambda 2 bərabərdir, Q2 bölək M yenə. Q'lər lambda 1-də daha böyükdür bu hissə. Q2 isə daha kiçikdir. Yəni, lambda 1 böyükdür lambda 2. Ərimə temperaturları isə daha çox ərimə temperaturuna malik bir cismidir. Yəni, T1 böyükdür T2. Qrafikdən görünür. Cavab E variantı olur. Sual 5. Şəkildəki kimi atılan A və B cisimləri yerə eyni sürətlə dəyirlərsə, H1 hündürlüyü neçə metr olduğunu tapın. Müəyyən anda A cismi atılır və gedir yenə eyni aşağı istiqamətdə müəyyən anda dayanır və bu hissəyə çatında, yəni H1 hündürlüyünə çatında yenidən aşağı 20 metr böl saniyə sürəti ilə düşür. Yəni, bu 20 metr saniyə ilə müəyyən hündürlükdən atılmış cisim kimi baxacaq buna. B cismi 45 metr hündürlükdən 40 metr saniyə sürətlə atılır. B cisminin yerə dəymə sürətini tapsaq, A cisminin yerə dəymə sürətini tapmış olacaq. Yəni, H bərabərdir V kvadrat minus V0 kvadrat bölü 2J düsturundan istifadə edərək yerə dəymə sürətinin V-ni tapsaq, V bərabərdir VB kvadratı plus 2J H2. Buradan da VB kvadratımız 1600 plus 2 var 45 var 10. Buradan da çıxır
50 metr böl saniyə. Yəni yerə dəymə sürəti 50 metr böl saniyə. Deməli, H1 hündürlüyündən düşən cismin də yerə dəymə sürəti 50 metr böl saniyə. Çünki eyni sürətlə dəyirlərsə deyir. Onda bu düsturdan istifadə edirik. H1 bərabərdir. 50'nin kvadratı 2500 minus 400 bölək 20. Burada cevap olur 105 metr. B variantı. 6. Verilmiş kütləli ideal qazın temperaturunu 4 dəfə artırdıqda qazın təzyiqi 25% artdı. Bu zaman qazın həcmi necə dəyişir? Verilmiş kütləli sözü varsa PV böl T bərabərdir konstant. Yəni bu üçlümüz sabit qalmalıdır. Yekun hasil sabit qalmalıdır. Qazın temperaturunu 4T artırdıqda qazın təzyiqi 25% artmaq 1,25 dəfə artmaq deməkdir. P N vur V. Yəni N vur 1,25 bərabərdir 4. N də bərabərdir 4 bölək 1,25. Bu da 3,2 dəfə artır. 7. Xüsusi istiliktonun beynəlxalq sistemdə vahidi hansıdır? S bərabərdir Q bölək M delta T. Joule bölək kiloqram vur Kelvin. Bu ifadələrdə açanda metr kvadrat bölək Kelvin vur saniyə kvadrat. 1 və 3. Joule bölək Kelvin istiliktonun vahididir, xüsusi istiliktonun vahidi deyil. 8. İzoxor prosesdə su buxarının təzyiqinin temperaturunun asılı qrafiki verilmişdir. Qrafikin 1, 2 və 3 nöqtələrinə uyğun su buxarının kütlələrini müqayisə edin. Qrafikin 1 və 2 hissəsində izoxor prosesi su buxarından söhbət, doymuş, doymamış buxarın anlayışından istifadə edəcək. 1-dən 2-yə keçən hissədə kvadratik olaraq T'dən asılı olaraq artır. Bu zaman su buxarının kütləsi artır. Yəni temperatur artır, buxarlanma sürətlənir. Bu doyan buxardır. Doyan buxarın temperaturdan rho deməli demişdik ki, konsentrasiya, sıxlıq və təzyiq. Temperaturdan asılıdır, həcmdən asılı deyil və temperaturdan kvadratik asılıdır. Buxarlanma sürətlənir. Bir hissəsində buxarın kütləsi müəyyən idisə, 2 hissəsində daha çox buxarlanma baş verir. 2-3 hissəsində PT izoxor prosesdə, yəni həcm sabitdir. PT-dən düz asılıdırsa, bu həm də izoxor prosesdə doyan buxar, doymayan buxar hissəsi, doymayan buxar izoproseslərə tabedir, kütlə sabit qalır. D variantı olur. 2 hissəsində, 3 hissəsində izoxor prosesdir. Verilmiş kütləli sözünü istifadə edirik. Biz burada daha çox, yəni kütlə dəyişmir. Kütlə dəyişsə bu izoproseslərə tabe olmur. 9. Müsbət Q yükü K cismi L və M cisimlərinə yaxınlaşdırıldığı tarazlıq vəziyyətində şəkildə kim olur? Buna əsasən aşağıdakılardan hansılar doğrudur? Deməli, müsbət Q yüklən müsbətdir, K müsbət yüklənir. Əgər cəzb olunursa, L mənfidir. 1 doğru. K müsbət yüklənir. M bundan itələnirsə, deməli eyni işarəli. M müsbətdir. Cavab 1, 2. 10. Eyni materialdan hazırlanmış X və Y naqillərinin müqavimətlərinin Rx böl Ly nisbətini tapın. Müqavimətdə R bərabərdir Rho L bölək S. Bizim əsas materialdan və həndəsə ölçülərdən asılı olduğu düsturdur. Rx üçün yazsaq, Rho eyni materialdır. L'imiz 8L, sahəmiz 2S. 4 Rho L bölək S. R Y bərabərdir Rho L bölək 4S. Bu da 4də 1 Rho L bölək S.
Onda rho Rx böl Ry bərabərdir. 4 bölək 4'te 1. Bunları xəsərlərin üçüncə ehtiyac yox. 16. Cavab 16. 11. Kütlələri 2 kiloqram və 4 kiloqram olan K və L cisimləri sürtünməsi olmayan mail müstəvidə 6 newtonluq qüvvənin təsiri ilə hərəkət edir. Buna əsasən ipdəki gərilmə qüvvəsini neçə newton olduğunu hesablayın. Aşağı dartan qüvvə 6 newton və MJ-nin ağırlıq qüvvəsinin paralel toplananı nəzərə alınmalıdır. MJ sinus alfa aşağı çəkir. Onda MJ sinus alfamız F paralel bərabərdir. MJ sinus alfa o da bərabərdir. 4 kiloqramdırsa 4 var 10 var 0,8 32 newton. Aşağı əlavə 32 newton. Deməli ümumi aşağı çəkən qüvvəmiz 38 newton. Bu tərəfdə MJ 20 newton K cismi ipin üzərində 20 newton da artır bu tərəfə. Əvəzləyici qüvvəmiz deməli əvəzləyici qüvvəmizi görə təcili tapsaq A bərabərdir. F əvəzləyici bölək M. 38 minus 20 18 bölək ümumi kütləmiz 6. 3 metr saniyə. İndi bu hissədə yaranan, məsələn, K cisminə görə hesablasaq təcili T gərilməni. Şimdi bu ipin üzərində sabit qalır onsuz. Bu hissə üçün hesablasaq T bərabərdir MK J plus A. Çünki yuxarı hərəkət edir. Bunda T də bərabərdir 2 bura 10 plus 26 newton. C variantı olur. 12. K, L və M kondensatorların elektrik yükünün potensiallar fərqindən asılılıq qrafiki verilmişdir. Buna əsasən bu kondensatorların tutumlarını müqayisə edin. Kondensatorun tutumu C bərabərdir Q bölək U. Biz bu ifadələrdən asılı deyil deməyimizə baxmayaraq, burada fərqli kondensatorlardır. CK bərabərdir QK bölək UK. Və burada C bərabərdir Q bölək U ifadəsi tangens alfadır. Tangens alfa ilə düz asılıdır. Ən böyük bucaq CK-da, ən kiçik CM-də. Ona görə CK böyükdür. CL-dən böyükdür CM-dən. Qaz boşalmasının volt-amper xarakteristikası verilmişdir. Müstəqil boşalmanın baş verdiyi gərginliyin ən kiçik qiyməti neçə voltdur? Bu hissəmiz qeyri-müstəqil, 60 voltdan sonra isə müstəqil qaz boşalmasıdır. Ona görə 60 volt minimumdur. 14. Qapalı konturdakı cəryan şiddəti I zamana görə artarsa, bu kontda yaranan induksiya cəryanının şiddəti AB hissəsində hansı istiqamətdə yönəlir? Dövrənin özündə cəryan saat əqrəbinin əksinədirsə, burada yaranan induksiya cəryanı saat əqrəb istiqamətində olmalıdır. Yəni AB hissəsində aşağı. B variantı. Artır sözü var. Əgər azalır olsaydı, eyni istiqamətdə yönələrdi. Çünki epsilon I bərabərdir mənfi L delta I böl delta T. Mənfi qiyməti artanda əksinə yönəlir. 15. Çevrə üzrə bərabər sürətlə hərəkətdə bucaq sürətinin zamanla asılı qrafik hansıdır? Çevrə üzrə bərabər sürətlə hərəkətdə bucaq sürəti radiusdan asılı deyil. 16. Çəkisi nəzərə alınmayan çubuq O nöqtəsi ətrafında fırlana bilir. Çubuğa təsir edən qüvvələrdən hansı momenti ən kiçikdir? Deməli, dayaq nöqtəsindən keçən qüvvənin momenti 0-a bərabərdir. Ona görə 3. 17. Kütləsi 2 kiloqram olan cismin impulsunun zamanı asılı qrafik verilmişdir. Buna əsasən cismin 4 saniyədə yer dəyişməsi neçə metr olduğunu tapın. Buna uyğun biz VT qrafiki çəkək və
Qrafik altına qalan sahəni hesablasaq 4 saniyədə yerləşməni tapmış olacağıq. Deməli, VT qrafikini çəksək, V0'ımız P0'a uyğundur. P bərabərdir MV, V də bərabərdir P bölək M. Yəni 4 bölək 2 kütləyə bölsək, bu hissədə sürət 2 metr bölü saniyə. Və aynı anda sürət artıb 12 kiloqram metr bölü saniyə. İmpulsda isə sürətimiz V bərabər 12 bölü 2 6 və növbəti 2 saniyə isə sabit qalır. Və qrafikdə göründüyü kimi istiqamət dəyişilmədiyinə görə yer dəyişmə yola bərabərdir. Yəni gedilən yol sahəni tapsaq, yer dəyişməni tapmış olacaq. S bərabərdir. Bu hissədə trapesiyanın sahəsini tapaq. 4 plus 2 bölü 2 vuraq 6. Deməli. Burada bir trapesiyamız var. Burada bir figura düzgün baxmadım bir dəqiqə. Deməli, bu hissəmizə düzəliş edək. Bu hissəmizin sahəsi S2, bura S1 deyək. S2 hissəsinin sahəsi 4 bucaqlıdır burada. 12 metrdir. S1 hissəsini trapesiya kimi hesablasaq, deməli, oturacaqlar 2 plus 6 bölək 2 vuraq 2. Burada da 8 metr. Ümumi gedilən yol yer dəyişməyə bərabərdir. 12 plus 8 20 metr. Cavab B. A variantıdır. 20 metr. 18. Rəqs konturunda sönməyən elektronların rəqslərinin gərginliyinin zaman asılı qrafik verilmişdir. Kondensatorun tutumu 8 mikrofarad olan anda C nöqtəsinə uyğun sarğacın maqnit sahəsinin enerjisini neçə millijoule olar? Yəni, biz ümumi başlanğıc halda enerjini hesablayaq. W tam bərabərdir. Başlanğıc halda maqnit sahəsinin maksimum qiymət enerjisi və yaxud da ki, elektrik sahəsinin enerjisi, kondensatorun enerjisi W tama bərabərdir. Burada da CU maksimum kvadratı bölü 2 ilə hesablasaq, C'miz 8 vur 10 üstü mənfi 6 1600 bölək 2. Birinci halda 6,4 millijoule. Bu tamdır. İkinci halda biz C nöqtəsinə uyğun kondensatorun enerjisini hesablasaq, elektrik sahəsinin enerjisinin ani qiymətini hesablasaq, CU kvadratı bölü 2-dən hesablayacağıq. Kondensatorun tutumu dəyişmir. 8 vur 10 üstü mənfi 6 400 bölü 2. Bu da eləyib deməli 1,6 millijoule. Bu hissədəki elektrik sahəsini tapdıq və maqniti tapmaq üçün və maqnit sahəsinin enerjisi bərabər W tam minus elektrik sahəsinin enerjisinin ani qiyməti 4,8 millijoule eləyəcək. Yəni 6,4 minus 1,6 B variantı olar. 19. Sönən harmonik rəqslərin koordinatının zaman asılı qrafiki hansıdır? Sönən harmonik rəqslər get-gedə amplitud sıfıra yaxınlaşır, yavaş-yavaş enerjisi sönür. D variantı olur. 20. Mayının qabın divarına göstərdiyi orta təzyiq hansı ifadə ilə hesablanır? Hidrostatik təzyiqimiz P bərabərdir rho GH-dır. Orta təzyiqimiz isə rho GH bölək 2. Koherent dağların bir nöqtədə görüşərək bir-birini gücləndirməsi və ya zəiflətməsi hadisəsi işığın interferensiya hadisəsidir ümumiyyətlə. Yalnız 22. Fotoeffekt hadisəsi zamanı ləngidici gərginlik 36 dəfə azalarsa, elektronların maksimal kinetik enerjisi necə dəyişər? U bərabərdir mv kvadratı bölü 2. Kinetik enerji U-ya bərabərdir. Saxlayıcı gərginlik də düz asıldı. 36 dəfə azalır.
Düşmə bucağı 3 dəfə artarsa, mühitlərin nisbi sındırma əmsalı dəyişir. 24. Alfa çevrilmə zamanı nüvənin yük ədədi necə dəyişir? Alfa çevrilmə hər hansı x elementi atom Z A alfa çevrilməyə məruz qalır. Y elementi Z bura belə baxaq. Helium 2 4 zərrəcik yaranır. Z minus 2 A minus 4. Yük ədədi Z-də 2 vahid azalır. 2 vahid azalır. D variantı. 25. Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Qazlarda elektrik cərəyanının keçməsi qaz boşalması adlanır. 3. Qazlardan elektrik cərəyanı elektrik sahəsinin təsiri altında elektronların müsbət və mənfi ionların nizamlı hərəkətidir. İonlaşdırıcının təsiri ilə baş verən qaz boşalması qeyri-müstəqil qaz boşalmasıdır. Çünki ionlaşdırıcı var. Xarici təsir olmadan qazın elektrik cərəyanı keçirməsi müstəqil qaz boşalması adlanır. Qazların qismən və ya tamamilə ionlaşmış halı plazma. 2, 3, 4, 5, 1, 2. 26. İki koherent mənbədən ekranın verilmiş nöqtəsinə gələn və rəqslərin amplituda uyğun olaraq A1A, A2, 5A olan iki dalğanın fazalar fərqi 2πdir. Bu nöqtədə yekun rəqs amplitudunun ikinci dalğanın amplituduna olan nisbətini hesablayın. Deməli, 2π fazalar fərqi cüt saydadır. Bu deməkdir ki, yekun toplanacaq. Yekun 6A amplituda malik olacaq. İkinci dalğanın amplitudu 5A olduğuna görə nisbət 1,2. 27. Hansı ifadələr doğrudur? Verilmiş kütləli ideal qaz izobar genişlənmə zamanı. İzobar genişlənmə P bərabərdir konstant. V böl T bərabərdir konstant. Onda V1 böl V2 T1 böl T2. Bir-birindən düz asılıdır. Və həcm artanda, genişlənmə həcm artanda verilmiş kütləli sözü var burada. Konsentrasiya azalır. Sıxlıq azalır, konsentrasiya azalır. Bunları da nəzərə alaq. Qazın sıxlığı azalır. Bəli, 1. Qazın həcmi artır. Demişik, genişlənməli, həcmi artır. Daxili enerji azalır, daxili enerji artır. Temperaturla düz asılı. Temperatur da artdığına görə daxili enerji artır. 1, 3, 6. 28. Nüvə reaktoru üçün uyğunluğu müəyyən. Nüvə yanacağı. Nüvə yanacağı uran 92 235 izotopu A. Neytron yavaşlıqdır. Ağır su, qrafit, BD. Tənzimləyici çubuqlar. Tərkibində bor olan çubuqlar C. Kadium olan çubuqlar E. A, ED, C. 29. İnduktivliyi 1 Henry olan sarı elektrik hərəkət qüvvəsi 30 volt olan cəryan mənbəyinə qoşulmuşdur. Dövrəni qapadıqda cəryan şiddəti 10 amper böl saniyə sürətlə artarsa, yaranan ümumi elektrik hərəkət qüvvəsini hesablayın. Bizdə düsturumuzda induksiya elektrik hərəkət qüvvəsi mənfi L delta I böl delta T. Hesablasaq mənfi artdığına görə 1 vuraq 10, 10 mənfi 10 volt. Və Lens qaydasına görə xarici sahənin cəryanının əksinə yönəldir. Ona görə ümumi elektrik hərəkət qüvvəmiz dövrənin ümumi 30 voltdan çıxacaq. 10 volt bərabərdir 20 volt olacaq. Çünki sahəni zəiflətməyə çalışır. 30.
Epsilon 1 bərabərdir 7 volt, epsilon 2 5 volt, epsilon 3 2 volt olduqda dövrədəki ümumi elektrik hərəkət qüvvəsini hesablayın. Dövrənin ümumi elektrik hərəkət qüvvəsi epsilon 1 üstəgələ epsilon 2 üstəgələ epsilon 3. Ancaq epsilon 3 fərqli qoşulub. Müsbət, mənfi, müsbət, mənfi, mənfi, müsbət. O deməkdir 7 plus 5 minus 2. Cavab 10 volt. Beləliklə, sınaq 10-da izahına baxdıq. Növbəti sınaq 11-in izahı gələcək.